EDF bucağı 50, A'ya bərabərdir AD-yə, CD bərabərdir CF. Bizdən ABC bucağını istəyir, yəni B bucağını. A, B, C, D, E, F. Aha, bundan bunu bərabər verdiklər və bundan aha, və bundan da bu və burada 50 dərəcədir. Bizdən də B-ni istəyir. Gəlin B-yə deyək. X indi. Baxın, bu üç bucaqda bu bucaqlar bir-birinə bərabərdir. Çünki bunlar bərabər yanında üç bucaq. Bura olsun alfa, bura olsun alfa. İndi baxın. Bu üç bucaqda da eynə baxın, bərabər yanında bu bucaqlar bir-birinə bərabərdir. Aha, bura olsun beta, bura olsun beta. İndi baxın, burada artıq baxın, alfa plus beta plus 50 bərabər olmalıdır 180-ə. Çünki burada artıq bir açıq bucaq yaranır. Alfa 50 və beta. İndi baxın, biz burada A bucağını tapası olsaq, A bucağı da 180 taxılsın 2 alfa olacaq. Çünki cəmi olmalı 180-ə. Buradan C bucağını da tapsaq, burada da eynən, baxın, eynən 180 çıxılsın 2 beta. Aha, indi bunların ümumi ABC-yə baxsaq, 180 çıx 2 alfa plus 180 çıx 2 beta plus x bərabərdir 180. İndi bunlardan birini gedər. Burada 180, burada mənfisini çıxarsam alfa plus beta və bərabərdir mənfi x-a. İndi baxın, burada mən bunu yəni almışdım. Buradan alfa plus beta olacaq 130 dərəcə. İndi buranın yerinə qoysam 180 çıxılsın. Aha, burada çıxılsın 360 bərabərdir mənfi x-a. Bu da mənfi 80 bərabərdir mənfi x-a. X da 80 dərəcə.